Biz bugün Yusifcanlı kəndinin, Ağdam rayonu Yusifcanlı kəndinin ağsaqqallarından, değerli ağsaqqallarından Həsən dayının evindəyik. Həsən dayını ziyarət eləməyə gəlmişik. Biz zaman zaman gənc nəsil, sonraki nəsil kəndimizin tarixi ilə bağlı, kənddə olan şəxsiyyətlərin taliyi ilə bağlı bir çox məsələlər, yəni bilmədiyim bizim yaşımızdan əvvəl baş verdiyində həmişə kəndin ağsaqqallarına müraciət eləmişik. Dövrü görənləri, o adamları görənlərin, sonra kənddə müəyyən tikintilərlə bağlı falanlarla olanlar, o adamlar hansı ki görüblər, onlara müraciət edib tarixi onların vasitəsilə, kəndimizin tarixini onların vasitəsilə öyrənmişik. İndi bu günləri də bizim kəndimizlə bağlı bir əsas Həsən dayını narahat eləməkdə məqsədimiz odur ki, kəndimizin yuxarı başında olan kəhriz, tarixən Yusifcanlı kəhrizi deyilən kəhrizin tarixi ilə bağlı istəyirik ki, bilgilər alaq Həsən dayıdan. Bu erməni faşistlər hansı ki bir 30 il bu torpaqları əlimizdən aldı. Yəni biz gedib çata bilmirdik. İndi şükür Allah ki, dövlətimizin, xalqımızın birgə səyi nəticəsində, qəhrəman oğlanların şücaəti nəticəsində millətimiz torpaqlarına yad elləri qovdu, işğaldan azad elədi torpaqları. Bugün kəhrizimiz də azaddır, sulara axıb gedir. Bu günləri kəndimizin də azaddır, torpağımız, ərazimiz azaddır. Yaxın vaxtlarda inşallah kəndimizə də köçəcəyik. Allahın köməyinə mən istəyərdim ki, həmin o Yusifcanlı kənd kəhrizi barədə Həsən dayının dilindən eşidək. Öz indi mən bura gələndə də məlum oldu ki, Həsən dayı 1933 təvəllüdü, 93 yaşındadır. 93 yaşı var. Kifayət qədər böyük yaşdır. Allah daha çox ömür versin. 95-i, 100-ü, 110-u qeyd eləyək və canlı tarixdir Həsən dayı. Və istəyərdim bu məqamda da həmin o Yusifcanlı kəhrizi deyilən kəhrizin tarixçəsindən bizə bir məlumat verəsiniz. Yusifcanlı kəhrizin Qalalı Nəcəz vardı, onu o dəbini... Hə, o Zeynalabdin deyirlər belə. Hə. Bax, o vurdurub. Oradan onu çəkib, onun son vaxtlar o yüzdən, bu yüzdən nar qoyub, su keçirib, onun arxı büyündə durur. Bəli. Orada. Bəli. Bax, büyün. Ora geçsək, çökəkliyib, bilinirkin buradan. O yüzden navı koyup, bu yüzden keçirib, Öküzçü mülkü deyirdi, yerin adı. Bəli, öküzçü mülkü, bəli, işte. Yerin adı. Aparıb orada soğarıb özünə, qalalı olduğuna baxma, yeri o vaxtlar eləyirdi, değil mi? Əhməsən düşmür. Doğru. Hə, aparıb soğarırdı. Hətta o dəyirmançı olub deyir, dəyirman, su dəyirmanı da işlədirmiş Həsən dayı. Hə, dəyirmanın da yeri dururdu. Sonra onu nədənsə istifadə elədilər, mal aldılar. Sovet hökuməti qurulan vaxtı. Hə, amma Novruzlu kəhrizin Saybalı kəndin görəniniz sən Bəli, görmüşük Saybalı çox getmişik. Ondan yuxarı gözü başlayır. Bəli. Hər yerdə qaya ilə. Qayanı heyzən döşün çəkib, oradan belə yer atıyor. Torpağın qarqara tökür heyzən. Qayanın döşü ilə gəlir, bax belə, bax beləsinə mənim bu qolum kimi, belə qalxır, həmən o Kababas dediğimiz Novruzlu kişinin mülküne. Bəli. O mülkün de qabağı gedirdi Novruzluların adı. Aparırdı, soğarırdı. Bəli, o yuxarıdakı Novruzlu kəhrizi. Hə, həmən o yamaşla deşilib gələn yer. Həsən dayı, deməli, belə bir mən də məlumat almışam ki, belə araşdırma falan ki, bəzi şeylər sizdən daha dəqiqləşdirmək istəyirik. Həmin o Zeynalabdin ki, gəlib Ağdam rayonunun Yusifcanlı kəndinə, deməli özü qalalıymış da, Şuşalıymış. O erməni zaten, o müəyyən narahatçılıqlar dönəmi olub gəlib. Burada amma o dəyirmançıymış həm də. Gələndə, ümumiyyətlə, kəhrizləri həmişə kəndin yuxarı hissələrində salırmışlar ki, dediklərinə görə. Onun suyu təsərrüfata, kənd cəmaatı istifadə edib. Hər bir kəndin daha yuxarı hissəsində olub. Onu da orada deyir, o vaxt qazdırıb ki, həm aşağıda qurduğu su dəyirmanı daimi fasiləsi su ilə təmin eləsin. Eyni zamanda kənd təsərrüfatında da, həyətində, bacasında da istifadə eləsin.
Sonra da o baba kişi deyilən kişinin deyirlər ki, bacısı Şanisə ilə evlənib, elə olub Yusuf Canlılı. Deyir ki, hardansan, deyir evlənməmişəm, bilmirəm. İndi bu qalalı olsa daha, gəlib bu kənddə evlənəndən sonra Şanisə xanımla, olub elə Yusuf Canlı kəndi doğub, törüb, bu günləri də həmin adamların nəsli, nəcabəti kəndimizin böyük hissəsini təşkil edir. Lazım müəllimi də, Zeynal müəllimi də, oradan yurdunda qalanlar, falanlar, Əliqulu kişi, onun hamısı nəsli davam edir. Həmin o kəhrizi Zeynalabdin kişi, deməli o məqsədində mənim eşitdiyimi sizdən dəqiqləşdirmək istəyirəm. Ona görə qazılıb, həm də dəyirman fasiləsi su ilə istifadə olunsun. Amma ki, bu adamın imkanı olub özə gələndə də, qaladan bizim kəndə gələndə. Çünki olmasa onu nətər qura bilərsən ki? Yay fəsili qatırdılar suya, qalaya. Onun köyün adı da qaladır. Qaladır, bəli. Doğru, doğru. Elə bir havalar soyuyanda gəlirdilər təsərrüfata. O vaxtı kişilər. Həmən dediyimiz o Zeynalabdin da, o birisi də, bu birisi də. O devrin quruluşu oydu. Həsən dayı, mən eşitdiyimə görə, deməli bu sonra, Sovet hökuməti qurulandan bir neçə illər sonra, bu o vaxtlar axı qolşomoklar, nə bilim, kulaq deyib adamları tuturdular. Zeynalabdin kişi də görüb ki, artıq bu quruluşda xüsusi mülkiyyəti işlətmək asan deyil. Mümkün deyil. Mümkün, o deyir, aralaşıb o işdən ki, tutulmasın. Tutub o vaxt 30-cu illərdə gülləlirmişlər adamları. Bu da deyir, ona imtina edib, həmin o dəyirmanı işlətməkdən. Ondan sonra dəyirman yavaş-yavaş sıradan çıxıb. Son illərə qədər o dəyirmanın yeri qalmışdı. Mən o köhnə poçtuzadı, mən onun yerini görmüşdüm. Həmin o dəyirmanın köhnə yeri. Amma istifadəsiz olub. Amma nə yaxşı ki, vurdurub o kəhriz. Bu günlərdə o kəhrizin suları dupduru suyu axır. Görürsünüz, quruluş dəyişib, insanlar dünyasını dəyişib, amma kəhriz yenə qalıb öz yerində. Həsən dayı, mən bir şey bilirəm də, qaladan köçüb gəlib, İmkanı olub gəlib, köçüb bura gəlib, amma narahatçılıqlar varmış da tarixən orada. Amma bu evlənibsə artıq, burada yaşayıbsa, ona da Yusuf Canlı deyirik də, Yusuf Canlı sakini də, nə olsun harada doğulub, bir gün gəlib evlənib, Şanisə arvadla evlənib, ondan neçə oğlu uşağı olub, bu günləri də nəsil davam edir. Və amma kəhriz əsas odur ki, bax deyirsiniz, quruluş dəyişib, Sovet hökuməti də getdi, amma qazdığı o kəhriz bu gün də xalqa xidmət edir. Novruzlunun kəhrizi, yenə bəyəxdə dedim elədir. Bəli. Sayvalı kəndindən yuxarı başlayır, qayanın döşüylə. Bəli, yuxarı hissədə olub da həmişə. Qayanın döşüylə, lağın qayanın altı ilə gedir, bir lağım açıqlar, oradan aç gedir. O kəhriz yerin altı ilə aç gedir. Adam boyu, adam dik gəzir. Bax belə, qaza-qaza su çağırdıqlar. Onun torpağı hamısı Qarqar çayına tökülüb. Döşdən. O heç kim deyə bilməz ki, bu Suçanlının yağı nəyindi? Novruzluların kəhrizi ancaq orayla belə... Hələ yuxarı Saybalıdan başlayaraq gəlib də, onun bu birisinin aidiyyəti yoxdur. Gəlir, dolayı çıxır. Sonra Hüseyin bəyin kəhrizi olub, o qiyam adlıya gedən Hüseyin bəyin kəhrizi olub. Bizim kənddən bu yüzdə Qarqardan götürüb, Qarqar çayından. O da Qarqardan bizim tərəfdən başlayır. Görürsünüz? Bizim kəndim əsas ümmətlərin içindən keçir. O ümmətlər də sonradan iki kişinin əməllərdir, 4 evidir, 5 evidir. Ya mən gördüyüm xanlar müəllim. Az yer idi, bəli, kiçik yer idi. Onun içindən keçirdi, yönü qümüləyə gedirdi, tökülürdü də, o qəlbindən tökülür. Yer qəlbi idi, o tərəf çökəydi. Orayla da çəkib aparırdılar, o vaxtın təsərrüfatına. Qiyam adlı cəmaatı təsərrüfatı suarırdı. Bəli. Bax bilir. Bəli. Buyurun, buyurun. Səməd müəllim, mənim də az yaşım yoxdur. 65 yaş, 6 ay. Doğru. 66-nın içindəyəm. Elə mənim ağlım kəsəndən o kəhrizin suyundan ancaq Yusufcanlılar istifadə edir. Həm içməyə, həm təsərrüfat işi suarmağa. Qarqarın içindən val qoymuşdular, o üzə keçirdi, o bir taylara suarırdı. Ondan ancaq biz Yusufcanlılar istifadə edir. İndi onu kimlər mənimsəyirsə, yanlış fikir. Mən hətta eşitmişəm ki, o vaxtlar mənim elə, hətta son zamanlar
Sadıqov Sabir bizdə direktor olanda istəyirmiş ki, turbalara daşıb kəndə gətirsin o suyu da. Belə bir söhbətdə deyirdilər ki, yəni su həmişə istifadə olunur bizim kənddən. Özü bax görürsünüz, Həsən dayı da çox doğru deyir ki, deyir Novruzlu deməli Kəhrizəli Saybalıdan başlayır. Niyə? Tarixən, mən onu tarixini oxumuşam, ümumiyyətlə Kəhrizlərin tarixi. Bilirsiniz də, mən sənədli filmlər də çox yazmışam. Bütün hallarda Kəhrizlər kənddən yuxarı hissədə, kəndin niyə orada yerə qazırdılar, niyə kəndin aşağısında qazmırdılar? Çünki yuxarıda olmalıdır ki, həmin o kəndin, həmin Kəhrizin suyu bütövlükdə kəndin təsərrüfatını tutsun. Yəni aşağıda olmalıdır kənd, Kəhriz də yuxarıda olmalıdır. Çünki o dönəmdə elektrik olmayıb, artezyan olmayıb, amma Kəhrizlər vasitəsilə təsərrüfatını suarıb, həyətyanı sahəsini. Ona görə də kəndin yuxarı hissələrində qazıblar. Bayaq Həsən dayı deyir, bizim Saybalıdan başlayıb o Novruzluya gəlir. Bizim kəndimizin də həmin o Zeynalabdin kişinin qazdırdığı həmin Kəhriz. O da kənddən yuxarıda olub ki, həm orada su dəyirmanının fasiləsiz su ilə təmin eləsin, çünki başqa su mənbəyi yoxdur, artezyan yox, falan yox. Həmin Kəhriz, çünki bu adam kənkan imiş, daha doğrusu dəyirmançı imiş, adamlardan misal ki, şahı alırmış, neçə şahı ki, taxılını üydürmüş, ondan pul qazanırmış. Həmin o dəyirmanın da fasiləsiz işləmək üçün fasiləsiz su gəlməlidir. O da Kəhriz vasitəsi ilə olub. Onu elə qazdırıb yuxarıdan və gəlib həmişə ondan istifadə edib. Qalan suyu da cəmaət həyətyanı sahəsini və təsərrüfatın əkini biçinə sərf edib. Tarixəndə belə olub. Həmişə bizim kəndimiz istifadə edib o sulardan. Həmin o suyu mən həyətyanı sahəni suarırdımsa, aparıb qətik qurmuşum, verirdim, qətik suarırdım. Bəli, çünki onu bu adam qazır, pul verib, qazdırıb da. Öz malıydı, elə də suarırdım. Yəni, o xüsusi mülkiyyət. Yalnız o nə vaxt Abbas müəllim, o vaxt nəticəsi, o artıq Sovet hökuməti oturuşandan sonra görüblər ki, kənddə biraz imkanlı adamları kulaq eləyib bir-bir gülləliyirlər. Onda həmin bu Zeynalabdin kişi imtina eləyib. Mənim hətta belə bir fakt eşitmişəm ki, bir gün atı ilə qonşu kənddən gəlirmiş. Bu, hələ onu deyim Həsən dayı, mənim bildiyim məlumat, əldə elədiyim məlumata görə, bu Zeynalabdin kişi nəinki bizim o kənddəki su dəyirmanını işlədib, quraşdırıb. Bu hətta Tərtərdə, Bərdədə də bu adam bacarıqlıymış da, onu bilirmiş. Bir neçə gedib su dəyirmanları qurub bu adam. Yəni çünki bu adam dəyirmancı daxı, o adamlar hər adam bilmirmiş onu. Gedib Tərtərdə, Bərdədə neçə dənə su dəyirmanı qurub həmin adam. Həmin bu görüblər ki, atın üstünə gəlir, həmin vaxtda Ruslardan bizim kəndimizdə adamlar olub. Gəlib kənddə həmin 37-ci illərdə adamları tutub, kim qulaqdır, kim nə bilim başizadır, qolçamaqdır filan. Səfərov ağali olub bizim kəndimizdə, siz onu yaxşı bilərsiniz. Niyyət kişinin evin yanında orada həmin şey dayanırmışlar. Həmin bu silahlı da çiynində Rus əskərləri filan da kənddə güya qulaq axtarırlar. Bu da görürlər ki, Zeynalabdin kişi atın üstündən çuxalı zadda özü bazburqda kişi olub, gəlir. Həmin bu Rus deyib ki, bu Zeynalabdin elə kulaq da axtardığımız budur. Onda deyib ki, ağalı kişi, nə danışırsan, o çobandır, onu öyle başına papaq qoyub elə, daim çöldə bayırda olub. Yoxsa tutub onu da aparırmışlar həmin vaxtda. Yəni həmin o qorxudan, hansı ki qolçomaq kimi, kulaq kimi tutulmamaq üçün su dəyirmanı işlətməyindən imtina eləyib Sovet hökumətinin o illərində, deməli, kollektivləşmə dövründə də xüsusi mülkiyyət ləğv olunub. Hətta Həsən dayı bilər, bağları olub, hər kəsin bağları olub, hamısı sonra Sovet hökuməti milliləşdiriblər, sonra ləğv olub o xüsusi mülkiyyət hamısı. Yəni demək istəyirəm ki, o kişi ona görə o su dəyirmanı işlətməyib, çəkilib kənara, amma onu deyim ki, Sovet hökuməti dönəmində daim bizim Yusifcanlı kənd cəmaatı həyətyanı sahələrin suarmasında o Kəhrizin sularından istifadə edib, eyni zamanda bütün savxozun təsərrüfatını, Hüseyin dayının bağı, belə bütün də hansı yeri tutubsa, həmişə o sulardan istifadə eləmişik. Məntiqlə də ki, inşallah kəndimizin bərpasından sonra həmin sulardan biz yenə öz həyətyanı torpağımızın suarmasında və təsərrüfatımızın suarmasını istifadə etməliyik. Bəzi adamlar deyir ki, Kəhriz bizim, sizin olsa siz axar, da sucan yaxmaz. Bəs axı, bax Həsən dayı dünya görmüş insandır. Deyir ki, o kətdən də yuxarıda
Tarixən belə olub ha, məntiq belə deyir ki, kəndi tutmaq üçün yuxarısında qazılmalıdır ki, kəndi tuta bilsin. Kəndi aşağıdan geri qaytarma olmaz ki, suyu. Bu mümkün olan şey deyil ki, bunu tək bizim Ağdamda yox ha. Hansı rayonlarda kəhrizlər qazılıb, o məntiqə söykəniblər ki, kənddən xeyli yuxarı hissədə qazılmalıdır ki, onun suyu kəndi gəlib tutsun. O məntiqə uyğun olaraq həmin o dəyirmançı Zeynalabdin ki, Allah rəhmət eləsin, qəni-qəni rəhmət eləsin ki, qazıb qoyub gedib. Görürsünüz, insanlar gedib bu dünyanı tərk edib, quruluş dəyişib, formasiya dəyişib, yeni sistemlər yaranıb. Amma o böyük kişilərin qoyub getdiyi kəhriz həmişə xalqa xidmət edib, torpağa xidmət edib və hələ belə hesab edirəm ki, bundan sonra əsrlərlə də yenə xidmət edəcək. Mən elə Həsən dayının iştirakı ilə burada elə bir kiçicik söhbətimizdə də fürsətdən istifadə edib o Zeynalabdin kişiyə qəni-qəni Allahdan rəhmət diləyirəm. Amin. Allah rəhmət eləsin. Evlatların, nəsillərin Allah var eləsin ki, o böyük kişi böyük bir sərvət qoyub bizim elə gedib bu dünyanı tərk edib. Və hər adam bu günlərdə o suyun içində göz yaşı kimidir, o kəhrizin suyu da ki görmüşük də, göz yaşı içmək olmur deyil, vallahi o qədər soyuq su. İçdikcən deyir ki, Allah sənə rəhmət eləsin, ay bunu qazdıran kişi. Yəni rəhmət qoyub gedən kişilər olub, o cümlədən də biri də həmin o Zeynalabdin kişidir. Allah qəni-qəni rəhmət eləsin. Həsən dayı, Allah sizə də ömür versin, Allah can sağlığı versin. Allahın köməyi ilə elimizə, obamıza qaydacağıq. Həmin o kəhrizin sularından da həyətimizi də gətirib suvaracağıq, təsərrüfatımızı da ondan hələ istifadə edəcəyik. İnşallah. İnşallah. Abbas müəllim, sizin də bir sözünüz falan. Çox sağ olun. Bugün gəldiniz mənim evimə, şad elədiniz. Allah sizə dəyməsin. Var olun. Allah köməyiniz olsun. Həsən dayı, bir sözün sadın, bir fikrin. Fikrim nə olacaq? Sən Kərbəlayı Səməd. Bəli. Kərbəlayı Səməd, Həsən dayının mənim dədəm Kazım ki ilə dayıoğlu Mamoğlu olub. Bəli, mənim atam dayıoğlu Mamoğlu olub. Bəli, bilirəm o ki, bax görürsünüz, informasiyaları köhnə kişilərdən almaq lazımdır. Hamısını yeri yataqlı bilirlər. Yəni adamlar kimsə cavanlar uydura bilər özündən nəsə, amma canlı tarix buradadır. Allah sizə ömür versin Həsən dayı. İnşallah bir 100 illiyini qeyd eləmək üçün gələrik. Burada bir təmtəraqlı tədbir keçirərik. İnşallah. Sağ olun, salamat qalın. Var olun. Var olun.